Gecəniz uğurlu olsun, dəyərli çölçülər. Mən bugün Azərbaycan türkcəsinin özləşməsinə qatqı sağlayacağını düşündüyüm çox dəyərli, çox gözəl, çox dərin bir sözü sizlə paylaşmaq istəyirəm. Bu söz tin sözüdür. Alınma sözdə bunun qarşılığı ruhdur. Biz əski türkcədə buna tin deyirdik. Görürsünüz ki, məsələn, kefi düzgün adama, kefi yuxarı adama biz deyir ki, aha, tini düzəlib, yəni üzü gülür. Tin həm də bizim döngə anlamında işlədirik bunu. Yəni, tini döndün sağ tərəfə, tini döndün sol tərəfə. Tin əslində məhz o düzlükdür. Yəni, ağılla könülün arasındakı, yəni sağ gözümüzlə sol gözümüzün arasından keçən, bax, bu tindir. Tin, yəni ruh, yəni düzlük, bax, o tində qovuşur. O, həm də bir qovşaqdır. Yəni, tin sözü o qədər dəyərli, o qədər gözəl bir sözdür ki, amma yazıqlar olsun ki, biz bu sözü çox işlətmirik, ruh sözünü işlədirik. Mən diləyərdim ki, biz tin sözünü işlədək. Çünki tin bizim köklərimizdən, keçmişimizdən günümüzə gəlib çıxan çox dəyərli bir sözdür. Öz dilimizdə düşünək, öz dilimizdə danışaq, öz dilimizdə dəyər yaradaq. Gecəniz uğurlu olsun.